Zina mənəvi yoxsulluqdur. Öz itirazına insan quldur. Amma biz onu qınaya bilmərik ki, insana Allah itirazda yaradır. Məsləhətinə şükür. Zina insanı pozğunluğa vadar edir. Yəni, bu yolda həddini aşa bilir insan. Yeri gələndə zina edəni, yəni bir var sən özünə edirsən, bir var sən bunu minlərlə insanı zinaya yönəldirsən. Özünə edən geri gəlsə Allah bağışlayır, amma insanları zinaya yönəldəni bağışlamır. Zinanın iki qolu var, göz zinası, dil zinası. Göz zinası şəfqətlə deyil, şəhvətlə baxmaqdır, başqasının halalına göz dikib tamah salmaqdır. Bunun cəzası ağır olur və yaxud dedimi, ürəyi dayandı, öldü. Dil zinası da təhqir, ramiz, nalayiq sözlər, zina sözlər ifadə etməkdir. Bax, özü üçün zina edən yeri gələndə Allah bağışlayır, o İsa bağışlayır, zinakar qanını ağlayır, gəlir, İsa'nın ayaqlarını göz yaşlarından yuyur, hamı kənarda durub deyir ki, sən bu zinakarımı bağışlayırsan. Deyir, indi sizin hansınız səhvsizsiz gəlin. Belə bir fikirlər var orada. Yəni, yer üzərində səhvsiz insan yoxdur. Yəni, pis baxmaq, pis demək, zina etməkdən daha ağır cəzaları yaşamaq deməkdir. Kimə ki pis baxırsan, zinakar kimi, pozğun kimi, fahişə kimi, ona pis baxdınsa, sən Allahın yarattığına pis baxırsan, bundan sənə cəza gəlir. Bir də pis adlandırdınsa, yenə sənə cəza gəlir. Sənə nə Allah Taala onu elə yaradıb, mənə nə məsləhətinə şükür. Bircə sən fikirləş ki, sən də onun yerində elə yaradılmış ola bilərdin. Mən bunu hələ yeni yetmə vaxtlarımda, yaşlarımdaydı. Bu cümləni mən o vaxtlar belə eşitmişdim, yaddaşımda saxlayırdım. Bir anlıq Quran'da sırğaydı, özümü qarşındakının yerində təsvir elə. Allah səni orada yaratsaydı, dilin bu boyda uzun olardım. Bax, budur. Biz heç kimə pis baxıb pis deyə bilmərik. Dediksə, səhv bizə yazılır. Belə.